Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedil emin ve ala alihi ve ashabihi tayyibin tahirin ve men tebi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Yerhamukallah. Əziz qardaşlar, inşallah bugündən etibarən az elmi faydalara toxunacaq. Yəni, məsələləri deyib də onun ətrafındakiləri, onun haqqında olan dəlilləri xırdalayıb sadalamayacaq. Sadəcə dəlillərdən kitab və sünnədə sabit olan elmi faydaları sizə deyəcəm ki, tərtiblə bunlar yadda qalsın deyə. İlk öncə başlamaq istəyirəm cümə gününün əhkamlarından, sünnələrindən və ədəblərindən elmi faydalar olaraq birinci fayda odur ki, cümə günün əhkamlarından cümə gün məscidə tez gəlməyə çalışmaq. Bu cümə günün əhkamlarından, sünnələrindən və ədəblərindəndir. Müsəlman çalışmalıdır ki, ən birinci gələnlərdən olsun. Hədis var bu barədə, bilirsiniz. Peyğəmbər s.ə.v deyir ki, kim ilk girərsə məscidə cümə günü, Allah yolunda bir dəvəni sədəqə etmiş kimi savab qazanar. Bir dəvə. Dəvə bilirsiniz, əziz qardaşlar, böyük bir heyvandır. Və onun qiyməti zamanımızda maşının qiymətindən daha bahadır bəzi ölkələrdə. Bir dəvəni Allah üçün sədəqə vermiş kimi savab qazanırsan. Ona görə cümə gününün ədəblərindən, faydalarından biri də, sünnələrindən biri də məscidə gəlmək üçün tələsmək, tez gəlməyə çalışmaq. İkinci, həmçinin cümə gününün sünnələrindən və yaxud əhkamlarından və ədəblərindən gəlməməzdən qabaq qusul etmək. Qusul eləyib, çimib, təmizlənib elə gəlmək. Və çimib təmizlənməyin içinə daxildir, insan səv yerlərini təmizləsin. Yəni, övratını, qoltuq altını təmizləsin. Və dırnaqlarını tutsun. Əgər bığları uzanıbsa, qısaltsın. Dişlərini yüsün. Və s. kimi təmizlik növlərinin hamısı cümə gününün qusulunun içinə daxildir. Bu məsələnin altındadır. Və burada bir mühüm məsələ var, faydalarından odur ki, cümə gününə gələn insan səhər namazından sonra qusul etməlidir, sonra nə vaxt istəsə onda gəlməyi mi xeyirlidir, yoxsa gəlməzdən qabaq qusul eləyib elə gəlməsi mi? Aleykümselam. Elm əhli deyir ki, bu məsələdə belədir ki, kim məscidə gəlməzdən qabaq qusul eləyərsə, onun qusulu sünnətə daha uyğundur. Çünki cümə günü əsas ibrət oradadır ki, məscidə gələn insan təmiz olsun, pak olsun. Otur qardaşım, otur. Hər həftə, hər cümə günü qusul sadəcə, qusul. Amma qoltuq altı və övrat yerin təmizlənməsi ən uzaq həddi 40 gündür. 40 gündə bir. Amma hər həftə təmizlənmə ədəblərdəndir. Və müsəlman çalışmalıdır gəldikdə heç kəsə əziyyət verməsin. Nə ağzının iyi ilə, nə bədəninin tərinin iyi ilə, nə də başqa şeylərlə. Qəti şəkildə. Üçüncü, həmçinin cümə günü əhkamlarından və ədəblərindən və sünnələrindən cüməyə gələn insan ən gözəl və ən sevdiyi və ən təmiz paltarını geyməyə çalışmalıdır. Bu çox mühüm məsələlərdən biridir. Bəzi insanlar var, işləyir, cümə saatını gözləyir. Cümənin vaxtına çatmış, gedir əlini üzünü yuyur, dəstəmiz alır, gəlir səhvdə oturur. Həm paltarı çirkli olur, həm də bədənini təmizləməmiş olur. Və belə insan əziyyət verir ətrafındakilara. Ona görə bu ədəblərdən deyil. Gərək cümə günü işləyə bilərsən. Amma cüməyə gəlməzdən qabaq çalış qusul elə təmizdən və ən gözəl, ən xoşuna gələn və ən təmiz paltar geyib gələsən. Və həmçinin cümə gününün ədəblərindən, əhkamlarından və sünnələrindən cüməyə gələn insan nəinki qusul eləyib təmiz paltarda, eyni zamanda xoş olan və ən qəşəng iyili olan ətirlərindən də istifadə eləməlidir. Ətirlənib gəlməlidir. Və adətən özünün və başqalarının xoşu gələn bəzi ölkələrdə Allah müstəhan
ətir növləri var, adamın ətrafında otura bilmirsən. Bəzi Afrika ölkələrində bir yağa oxşar bir maddə sürtürlər dərilərinə, dəhşət çirkin iyi gəlir. Pis iyi var. Onlar adətən onu uşaqlıqdan öyrəndikləri üçün hiss eləmirlər o iyi. Amma yanında oturanda sənə əziyyət verir o. Və müsəlman buna diqqət yetirməlidir. Tək sənin xoşuna gələn yox, adətən sən işlətdiyin, sürtdüyün ətir adətən xoşa gələn iyi olmalıdır. Elə ki, ətrafındakılar səndən qaçmasın. Həmçinin cümə gününün ədəblərindən və yaxud cümənin ədəblərindən və ərkanlarından, əhkamlarından və sünnələrindən məscidə gəldikdə yeriyərək gəlmək. Minikdə də gəlmək olar. İstərsən maşın, istərsən at olsun, istərsən başqa minik olsun, minikdə də gəlmək olar. Amma yeriyib gəlmək maşınla gəlməkdən daha xeyirlidir. Əgər yeriyib gəlməkdə məşəqqət varsa, onda maşınla gəlmək xeyirlidir. Yəni, o manada ki, bir insan yeriyib gəlsə, uzaqdan gəlir, yeriyib gəlsə, ayaqları şişə bilər, xəstələnə bilər, müəyyən təzyiqlər ola bilər və bu da onun səbəb olar ki, sonra vacibləri yerinə yetirə bilməsin. Belə halda yox. Əgər məşəqqət yoxdursa, çətinlik yoxdursa, onda o zaman və xüsusən də məscid yaxındırsa, sən olan yerə, onda çalışıb yeriyib gəlməyə çalış. Çünki yeriyib gəlmək, minikdə gəlməkdən məşəqqət yoxdursa daha xeyirlidir. Və həmçinin cümə gününün ədəblərindən, əhkamlarından və sünnələrindən məscidə girdinsə cümə günü, istərsən imam xutbə verə-verə olsun, istərsən xutbədən qabaq olsun, məscidə girdiyində ilk öncə get 2 rəkət məscid təhiyyə qıl. Məscid sünnəti qıl 2 rəkət. Bu da cümə gününün ədəblərindəndir. Və həmçinin cümənin ədəblərindən hər bir müsəlmanın çalışması ki, cümə günü Kəhf surəsini oxuya. Cümə günü Kəhf surəsini oxuya. Bu barədə sünnədə hədis var. Kim cümə günü Kəhf surəsini oxuyarsa, Kəhf surəsi ona şəfaət verəcək qiyamət günü. Sələf-i salihdən də bu şey məşhurdur. Onlar cümə günü Kəhf surəsini oxuyardı. Bugünkü gündə əziz qardaşlar, hicr olunmuş, tərk olunmuş sünnələrdəndir. Baxırsan, ola bilər ki, bəzi müsəlman toplumlar var, 1000 nəfər, 2000 nəfər, 10.000 nəfər. Əgər soruşsan ki, cümə günü sizdən kim Kəhf surəsini oxuyub, baxarsan ki, 1000 nəfərdən 10 nəfəriyə oxuyub ya da oxumayıb. Bu açıq-aşkar bəllidir ki, bu sünnə tərk olunmuş sünnələrdəndir. Ona görə tərk olunmuş sünnələri gərək diriltmək lazımdır. Gərək yaymaq lazımdır. Əməl etmək lazımdır. Və həmçinin cümənin ədəblərindən, əziz qardaşlarım, əhkamlarından və sünnələrindən cümə günü özəlliklə müsəlman çalışmalıdır Peyğəmbər s.ə.və çoxlu salavat və salam oxusun. Peyğəmbər s.ə.v tövsiyəsi var. Deyir ki, cümə günü olduqda mənə çoxlu salavat və salam gətirin. Sahabələrdən biri deyir ki, ya Rasulallah, mən sənə nə qədər salavat gətirim? Peyğəmbər s.ə.v, yəni nə qədər salavat gətirim? Peyğəmbər s.ə.v deyir, bu qədər. Deyir, ondan daha çox gətirməyə qadirəm. Deyir ki, bu qədər, hamısını deyir, qadirəm. Axırda Peyğəmbər s.ə.v deyir ki, çalış, zikirlərin çoxunu salavatla elə. Çoxlu mənə salavat elə. Çünki kim Peyğəmbər s.ə.və çoxlu salavat gətirərsə, Allah Teala ona sıxıntılarından çıxış yolu bəxş eləyər. Çətinliklərdən çıxmağa nəsib eləyər Allah Teala ona. Özəlliklə sələf-ü salih, sahabələr, tabeinlər və günümüzə dək onların yolu ilə gedən bütün sələf-ü salih bu sünnəyə əməl etmək hərisdir. Deməli, cümənin ədəblərindən həmçinin Peyğəmbər s.ə.və salavat gətirməyi çoxaltmaq və çətin olan bir şey deyil. Allahumma salli və səllim alə nəbinə Muhammed və yaxud da sallallahu aleyhi və səlləm və yaxud da Allahumma salli alə Muhammed və alə əli Muhammed kəmə sallaytə alə İbrahimə və alə əli İbrahim innəkə həmidun məcid. Bu kimi salavatları Peyğəmbər s.ə.və gətirmək insanı çətinə salan, məşəqqətə salan əməllərdən deyil. İstərsən minikdə ol, maşınla harası gedirsən, istərsən hər hansı bir işdə ol, istərsən otura ol, istərsən uzana ol, hansı halda olursan ol,
çalış ki Peyğəmbər sallallahu salavat gətir. Çünki əziz qardaşlarım, əgər müsəlman bunu alışsa, cümə günü, yəni daima Peyğəmbər sallallahu salavat gətirib də, cümə günü özəlliklə və xüsusilə Peyğəmbərə salavatını çoxaltmağa çalışsa, onda o zaman inşallah o adam böyük xeyrə muvaffaq olmuş olar. Həmçinin cümənin ədəblərindən və sünnələrindən və əhkamlarından cümə günü xütbə zamanı heç bir şeylə məşğul olmamaq. Nə böyrün dəyini demək sakit dur, nə oturub xalça ilə oynama, nə təsbihlə oynama, nə telefonu söndürüb yandırmaq, mesaj yazmaq və s. kimi əməllər və s. kimi və yaxud yayınıb pəncərəni açıb çölə baxmaq, gedəni seyr eləmək, bu cür şeylərlə məşğul olmaq olmaz. Bu cümə gününün ədəblərindəndir ki, belə yayındırıcı şeylər tərk eləsən. Xütbə zamanı bütün diqqətin hamısını xütbəyə verməlisən. Bütün diqqətin hamısı xütbədə olmalıdır. Bu da cümə gününün ədəblərindəndir. Və həmçinin cümə gününün ədəblərindən və sünnələrindən cüməyə gəldiyin zaman insanları tapdalə qabaq səfə keçmək olmaz. Yəni insanları aralaya əziyyət verə gedib qabaqda durmaq olmaz. Məscidə girdin mi, bir boş yer tapdınsa, get orada otur. İnsanlara əziyyət verməklə. Və həmçinin cümə gününün ədəblərindən, xüsusən də bu 10-cu ədəb, yəni cümə günü səhvləri aralaya insanların boynunu basa qabaq səfə keçmək, bu çox baş verir. O məscidlərdə ki, cəmaat çox gəlir, ya məscid balacadır və yaxud məscid böyükdür, cəmaat çox gəlir. Belə hallarda o baş verir. Lakin burada ümumi müsəlmanlara lazımdır ki, əgər hiss eləsələr ki, məscid balacadır, məscidə nisbətən namaz qılanların sayı çoxdur, onda o zaman gərək geniş oturmasınlar ki, hətta insanlar çöldə qalmasın deyə. Onda ədəbdəndir ki, sıx otursunlar və ortada boşluq buraxmasınlar ki, arkada olan müsəlmanlara da yer olsun. Və bu çox zaman nə zaman baş verir? İnsanlar aralaya keçib, basa gedib, tapdalə gedib qabağa keçmək, o vaxt ki, bir adam baxır, görür qabaqda boş yer var, arkada isə insanlar bir-birini tapdalayır. Belə hallarda baş verir. Ona görə bu hal baş verməsin deyə müsəlmanların özü bunu dərk eləməlidir. Qabaq səhvlərini, sonra növbəti səhvlərini sıx düzgün cərgə ilə doldurmalıdırlar. Həmçinin cümə gününün ədəblərindən tamamilə sakit durmaq və diqqətlə imama qulaq asmaq xütbə əsnasında. Bax, ola bilər insan imama qulaq assın, xütbəyi dinləsin, amma başqa şeylə də məşğul olsun. Tutaq ki, telefonla oynayır və yaxud telefonla SMS yazır, SMS qəbul eləyir və yaxud hər hansı bir yayındırıcı işlə məşğuldur və eyni zamanda xütbəni də dinləyir. Belə olmaz. Əl-insat deyilər, əl-insatul kəmil. Yəni, həm diqqətin imamda olmalıdır, həm də səndən yayındırıcı bir hərəkət və söz çıxmamalıdır. Deməli, diqqətlə və susmaqla və kamil zehinlə imamın xütbəsinə qulaq asmaq lazımdır. 12-ci ədəblərdən və sünnələrdən və əhkamlardan cümə günü hər bir müsəlman çalışmalıdır ki, duanın qəbul olunduğu vaxt Allaha dua eləsin. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, cümə günü bir saat var ki, Allah Teala o saatda olunan duanı geri boş çevirməz, geri qaytarmaz. Elm əhli ictihad eləyir, deyirlər ki, görəsən o qəsd olunan bir saat hansıdır? Bəzi elm əhli deyir ki, iki xütbə arasında verilən boşluqdur. Cümə günü imam iki xütbə verir. Birinci xütbəni verir, sonra bir balaca istirahət eləyir, sonra qalxır ikinci xütbəni verir. Bu iki xütbə arasında olan istirahət boşluğu duanın qəbul olunan vaxtlarından biridir, deyir elm əhli. Cümə günü. Bəzi elm əhli deyir ki, o vaxt deyil. Cümə günü gün batana yaxın son bir saatdır. O hədisdə gələn, nəzərdə tutulan cümə gününün son saatı. Bunu dənlər daha çox elm əhlindən. Alə kulli hal, necə olursan olsun, müsəlman üçün lazım olan odur ki, istərsən iki xütbə arası olsun, istərsən cümə günü gün batana yaxın olsun, duaları çoxaltmalıdır. Və Peyğəmbər s.ə.v dediyi tövsiyəni müsəlman yerinə yetirməlidir. Çünki əziz qardaşlar, hamımızın duaya, qəbul olunan duaya ehtiyacımız var. Günahkar insanlarıq.
bəlkə də etdiyimiz dualar qəbul olmur günahlarımızın ucbatından, müəyyən mane olan səbəbləri etdiyimizə görə. Amma ən azından çalışmalıyıq ki, duanın qəbul olunduğu vaxtlarda həris olaq ən azından dua eləməyə. Bəlkə Allah Teala duamızı qəbul edir. Ona şək şübhə yoxdur ki, biz inanırıq ki, dua eləyəndə Allah Teala bizim dualarımızı qəbul edir. Amma eyni zamanda ona da inanırıq ki, əgər duamızın qəbul olunmasına mane olan hər hansı bir şey ediriksə, onda yenə xələl və nöqsan bizim özümüzə qayıdır. Ona görə əziz qardaşlarım, inşallah həris olmaq lazımdır ki, cümə günü bu duanın qəbul olunma saatından müsəlman istifadə edə. Allah Teala'dan istəyirəm ki, əziz qardaşlarım bizə faydalarını etsin, cümə gününün ədəblərini, ərkanlarını və sünnələrini Allah razı qalan şəkildə tətbiq edənlərdən etsin. Və sallallahu və səlləm və barək alə nəbiyyə Muhammed və alə alihi və ashabi əcməin. İnşallah gələn dərslərdə də bu elmi faydalar dərsini davam etdirəcəyik. Və sallallahu alə nəbiyyə Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.